Bismillahirrahmanirrahim. Hər birinizi Mənəvi Tərbiyə adlı layihəmizin 4-cü bölümündə xoş gördük. Bugün sizlərlə bu həm İmam Zaman Axunun 16 yaşlı yavəri olan Şəhidə Raziyə Keşavərzinin həyatına nəzər yetirəcəyik. Bu xanımın həyatı haqqında ümid edirik ki, bir çox məlumatları eşitmisiniz. Bugün istəyərik ki, bizə lazım olan əsas 2 məqamı sizlərin xidmətinizə çatdıraq. Şəhidə Raziyə həyatında ən çox şəhidlərlə dostluq eləməyə çox önəm verərdi və elə şəhidlər də buyurur: əgər ki bir şəhidə könül versən, mütləqdir ki, sonda o şəhid səni öz yanına aparar. Şəhidə Raziyənin həyatı bizə göstərir ki, şəhidlərlə dostluq bizim həyatımızda nə cür rol oynayır. İnsanın şəhidlərlə dostluq eləməsi insanın həyatının ən qaranlıq yerlərində onun köməyinə çatır. Və nə yaxşı olar ki, indiki nəsil gəncləri həyatında ideal olaraq hər hansısa bir aktyor deyil, hər hansısa bir bloqeri deyil, hər hansısa bir müğənnini deyil, şəhid Hacı Qasım Süleymanilər kimi, şəhid Polad Həşimovlar kimi, şəhid Mübariz İbrahimovlar kimi, şəhid İbrahim Hadilər kimi ideallar seçilir. Çünki seçdiyimiz ideal bizim mənəviyyatımıza çox təsir qoyur və biz bayaq da vurguladıq. Əgər bir şəhidə könül verəriksə, mütləqdir ki, o şəhid bizi öz yanına aparar. Və Şəhidə Raziyənin həyatında ikinci bir örnək götürəcəyimiz məsələ isə bundan ibarətdir. Şəhidə Raziyə hər bir zaman öz dərslərinə diqqət yetirərdi və hər daim ki dərsindən 2 alardı, həmin vaxt çox pis olardı və bu söz işlədərdi: İmam Zamana savadsız əsgər lazım deyil. Və bugün bu söz bir neçə tələbələrin həyat fəlsəfəsinə çevrilib. Həmçinin elə bizlərin də. Həqiqətən də belədir. Əgər İmam Zamana əsgər olmaq istəyiriksə, elmlə silahlanmalıyıq, nəinki cəbhədə əl silahla. Çalışaq ki, bugündən etibarən dərslərimizi niyyət eləyərək İmam Zamana xatir oxuyaq. Fərq etməz, istər İslami, istərsə də dünyavi. Əsas odur ki, niyyətimiz pak olsun. Və Şəhidə Raziyənin həyatı bizə sübut edir ki, əsl qəhrəmanlıq yaşlılıqda gizlidir. Əgər bilik, ixlas və dua bir araya gələrsə, şəhidlik də bir lütf kimi qapımıza döyər. Bugünlük bu qədər. Gələn görüşlərdə görüşmək ümidi ilə. Son olaraq sizlərdən xahişimiz şəhidlərin pak ruhuna salavat edin. Hər daim şəhidlərin pak nəzərində olasınız inşallah. Xuda hafiz, iltimas və dua.